Nevrotik insan və narsist, onlar bir-birlərini zamanla necə məhv edirlər? Bugünkü mövzum budur. Və ondan öncə bunu qeyd etmək istəyirəm ki, yəni sırf nevrotik insanlar arasında əsasən rast gəlinir də. Panik atakları, OKP, təşviş pozuntusu, ipoxondriya, somatoform pozuntu, təşvişli depressiv pozuntu, təşvişli fobik pozuntu. Yəni ki, bunlar necə olur? Yəni birdən-birə yaranmır axı, düzdürmü? Bunun üçün müəyyən səbəblər olur, düzdür? Deməli, nevrotik insan, indi gəlin belə deyək də, əzəldən artıq böyüdüyü ailədə biraz orada elə bir şəxs olub ki, ya ata, ya ana, ya hər ikisi, orada dominant insanlar olublar. Ya biri, yenə də deyirəm, ya da hər iki valideyn. Və artıq təzyiq altında, təzyiq göstərilir ona hər zaman, uşaqlıqdan baskı olunur. Günahkarlıq hissi ilə bağlı bir çox qaydalar, qadağalar olur o evdə. Yəni ki, o qadağaları aşanda, o qaydanı bir damcıq o qaydadan yana çıxanda vəssalam başlayırlar ki, bəs ayıb deyil, sən qızsan, bəs sən o boyda oğlansan, sən arxa çıxmalısan. Yəni ki, günahkarlıq hissi o qədər yaradırlar ki, uşaqlarda, nevrotik insanda və nevrotik insan o cür zamanla yavaş-yavaş çox belə vicdanlı bir insan kimi formalaşır. Hədsiz başqaları üçün canı yanan, çox empatik insan olur, düzdürmü? Və narsist də axtardığı insanlar arasında əsasən də empatiyası olan insanlara can atır. Nevrotik insansa can atdığı insan odur ki, həyatında çox özgüvənli. Yəni narsistdə empatiya yetərsizdir. Narsistdə kognitiv empatiyadır da, yəni soyuq empatiyadır, ağılla bağlı olan. Yəni emosional olan, duyğusal olan empatiya yoxdur onda, amma nevrotik insan çox duyğusal insandır. Həqiqi də insanlar üçün canı yanandır. Və yəni ki, ikisi də bir-birlərində nələr yoxdursa, onu axtarırlar da, yəni başqa insanda. Və narsist də elə bir insandır ki, o kənardan çox özgüvənli görsənir. Çox özgüvənli görsənir və münasibətin içində əvvəllərdə o qədər o güvəni verir ki, yəni nevrotik olan insan da bilməyərək çox rahatca arxalanır ona. Bilməyərək, yəni nə mənada, yəni sonradan görünür ki, səhv eləyibmiş, arxalanıbmış. Deməli, çünki bu əsl həqiqi özgüvən deyil axı. Həqiqi mənada axı orada. Yəni heç birində özgüvən, hər ikisində özgüvən yetərsizdir. İstər nevrotik insanda, istər narsistdə. Narsistdə yəni bu qondarmadır, göstərmədir. Narsist bu cür görsənməyə çox ehtiyac var. Narsist illüziyalar içində axı yaşayır, düzdürmü? Yəni ki, fantaziya aləmindədir daima. O istəyir o cür olsun, çox istəyir həqiqi mənada özgüvənli olsun, amma o həqiqi mənada o yoxdur amma onda. O onu o cür yaradır, yəni o obrazı nümayiş etdirir, düzdürmü? Və deməli, sonradan münasibət davam etdikcə narsist axı çox basqıcıdır, təzyiq edən insandır, çox acı dil insanlar olurlar. Yəni çalışır ki, neynəsin narsist? Yavaş-yavaş tamamən bu nevrotik insanı özünə tabe etsin. Yəni həqiqi mənada insanın mənini yavaş-yavaş məhv edir. Düzdürmü? Amma yəni ki, onu bu cür zəif bir insana çevirdikcə nevrotik insanı, o tələbatlarından axı yavaş-yavaş nevrotik insan vazgeçir. Yəni məcbur qalır narsistlə münasibətdə. Çünki narsistin onda olan resurslara ehtiyacı var da. Yəni narsistin o qulluğunda durmalıdır, narsistə daim tərifləməlidir, daim narsistə hər ehtiyacını ödəməlidir. Hər ehtiyacını, fiziki, yəni ki, bu intim əlaqəsi olsun, bu münasibətdə, bu sadistik resurslar, yəni istəyəndə incidir, təhqir edir, nə bilim, orada fiziki şiddət də ola bilər. Yəni ki, həm sadistik resurs alır o insandan,
nevrotik insandan. Həm narsistik resurs, o nədir? Yəni ki, narsistik resurs odur ki, yəni ki, tərif, yəni xırda bir şey etsə 100 dəfə ona çox sağ ol desinlər. Bildiniz necə? Yəni ki, abartılı şəkildə hamısı olunsun da onun üçün. Yəni bir sözlə o qədər tələbkardır ki, narsist o qədər, yəni ki, insanın bütün hələ bir gücünü, enerjisini, zamanını, canını hələ bir sovurur, aparır ki, onun insanın özü üçün enerji qalmır, özü üçün güc qalmır. Qalmadıqca da narsist də o qidanı ondan ala bilmir. Və ala bilmədikcə də narsistin aqressiyası çoxalır, narsistin baskısı, təzyiqi daha da çoxalır, acı dililiyi daha da çoxalır, qadağaları daha da çoxalır. Çünki görür istədiyini ala bilmir axı və başlayır kənarda başqa resurslar axtarmağa, düzdürmü? Amma bu resursu da yəni əlindən vermirsən, bu insanı da əlindən vermirsən, yəni müəyyən hələ orada hansısa bir resurslar var da ala bilir. Ona görə o onun hələ ki əlindədir, düzdürmü? Deməli nevrotik insan da zamanla, yəni artıq böyüdüyü ailədə axı baskıya, təzyiqə öyrənmiş insandır. Düzdürmü? Amma şəxsi münasibətlər biraz daha emosional olaraq biraz daha gərgin olurlar, xüsusən də baskıcı bir insanla, narsist bir insanla, düzdürmü? Və elə ola bilər, elə o insanda panik ataklar yaranacaq, ya OKP, ya hipoxondriya, təşviş pozuntusu ola bilər. Azca artıq ailəsində olanda, azca o həmin pozuntunun müəyyən kriteriyaları var idi. Ola bilər. Ola bilər çox idi. Ola bilər demək olar yox idi, amma artıq nevrotik şəxsiyyət kimi formalaşmışdı. Yəni nevrotik insanlarda yenə deyirəm də vicdan həqiqi aşırıdır da, başqalarına çox vicdanlıdırlar, başqalarına qarşı, özünə qarşı vicdansızdılar və narsist də bundan çox gözəl istifadə edir. Narsist ümumiyyətlə nevrotik insanı, bir çox insanları da, hansılardakı müəyyən bəzi pozuntular var, onları əsasən o günahkarlıq hissi ilə çox gözəl manipulyasiya edir. Yəni narsistin onun qarşısında günahı var, ona nə bilim xəyanət eləyib, ona yalan danışıb, xainlik edib, nə bilim çox bir şeylər edib, amma söhbət əsnasında, münaqişə zamanı narsist o qədər o söhbətləri müəyyən yerlərə saptıra biləcək ki, mövzunu o qədər fərqli yerlərə aparacaq ki, istər-istəməz qarşısındakini çox gözəl günahkar edə biləcək. Yəni ki, sənin üzündəndir də sonuçda onun göstərmək istədiyi, bildirmək istədiyi odur ki, və elə də göstərir, elə də bildirir ki, yəni sənin əlindən oldu, xəyanət etmişəmsə sənin üzündən, səni nələrisə qızıtlamışamsa sənə görə, sən müəyyən addımı atmasaydın, mənə qarşı bunu eləməsaydın, mən də səni filan yerlərə qoyardım gedəsən. Mən filan insanı bizim evimizə qoyardım gəlib getsin, ya anamdır, ya nə bilim qardaşındır, bacındır, rəfiqəndir. Yəni bir çox şeylərə axı o insanı, o münasibətdə olduğu insan, narsistin, bu sevgilidir və yaxud həyat yoldaşıdır, hər kimdir. Axı narsist çalışır onu başqalarından uzaqlaşdırsın. Nəyə? Çünki başqalarına bu insanın enerjisi, resursu qəti getməsin. Nə varsa hamısı buna gəlsin. Axı çox böyük narsistin içində o qara dəlik var da. Yəni ki, ora nə qədər atırsan at, boşluqdur da, ora hələ boşluğa gedir. Ona görə də insanlar nə qədər nələr ötürürlərsə ötürsünlər, doymur axı. Həqiqətən də orada, yəni ki, hər mənada, belə deyək də, metaforik mənada acgözlük var. Başa düşdünüz necə? Və yəni ki, yavaş-yavaş bu münasibətlər davam etdikcə, bu insanlar bir-birlərindən qopmadıqca,
yenə münasibətlərdə gərginlik daha da artır, daha da artır. Yəni bu insanda məsəl üçün OKP daha da güclənir, ya panik ataklar zamanla daha güclənir. Axı bu yavaş-yavaş axı zəifləyir, düzdürmü? Bu başlayır əlləşməyə öz panik atakları ilə, OKP-si ilə, nə bilim təşviş pozuntusu ilə, o ilə, bu ilə, düzdür, hər nə yaranıbsa da onda ola bilər bir neçəsi bir yer, aqorafobiya, sosialfobiya, bir çox şeylər ola bilər də. Yəni insan həmin insan nevrotik insanın yəni öz pozuntusunun yanında qalır da fikri. Vəssalam ki, onlarla əlləşir. Vəssalam, onun günü artıq ora gedir. Bir də narsistdə indi bacardığı qədər ona da hansısa nə ötürə bilirsə ötürür, diqqəti, biraz qayğısı falan. Amma azalıb axı. Ona görə istər-istəməz burada artıq narsist müxtəlif cürəbəcür münasibətlərə də başlayır. Yəni narsistin məsələn tutalım ki, deyək ki, bu narsist tutalım qadındır, düzdürmü? Kişi də burada nevrotik insandır, düzdürmü? Yəni ki, bu qadın zamanla görəndə ki, ala bilmir, yəni ki, dediyim kimi bu həmin resursları yetərincə bu insandan, yəni kənarda başqa münasibətlər də yaratmağa başlayır. Düzdürmü? Yaratmağa başlayır. Və belə olur da, yəni bir valideyndə artıq nevrotik pozuntuya çevrilibsə konkret olaraq, yəni burada cürəbəcür aqorafobiya, sosialfobiya, təşviş pozuntusu falan bunlar yaranıbsa, ailənin içində uşaqlar hansılarındasa da, tutan 3 uşaqdır, 4 uşaqdır, 5 uşaqdır, neçə uşaqdırsa birində, ikisində də həmin bu nevrotik pozuntuların hansısa o da əmələ gəlir. Yəni əgər ailədə daim gərginlik varsa və deməli tutalım ki, bu qadındır da narsist, hə? Qadın narsistə görəndə ki, ailədə artıq çox böyük huzursuzluq var, yəni ki, rahatçılıq yoxdur da, çünki artıq hərə öz pozuntusu ilə əlləşir, düzdürmü? Narsistdə də zamanla müxtəlif asılılıqlar yaranır. Yəni ki, gəlir, tutalım ki, gəlir deyəndə ki, evin içində baxır, axı istəyir, axı onun üçün onun həyatında hər şey möhtəşəm olmalıdır, belə super da, ən belə gözəl səviyyədə istəyir axı hər şey olsun ki, başqaları baxıb ona belə, onu, necə deyimsə, ona paxıllıq eləsin. Düzdürmü? Yəni çox xoşu gəlir ki, ona həsəd aparsınlar, onun özünə, ailəsinə. Görəndə ki, burada vəziyyət darmadağındır. Yəni ki, o bunun çox çökdürür. Çox çökdürür və başlayır müxtəlif asılılıqlar yarana bilər narsistdə. Məsələn, qadındırsa tutalım ki, alış-verişdən asılılıq yarana bilər, sosial şəbəkələrdən asılılıq yarana bilər, nə bilim, işinə hədsiz çox özünü verə bilər, işkolik deyirlər, hard working-da. Yəni ki, işi ilə bağlı çox yarana bilər, onda yəni mania dərəcəsində olacaq da. Bildiniz necə? Yəni asılılığa çevrilir bir sözlə. Yəni burada içki də ola bilər, kişidirsə, hələ qadında da, kişidə də fərqi yoxdur, narsist kimdir də, cinsiyyəti. Yəni asılılıq müxtəlif variantlarda ola bilər. Müxtəlif. Yəni ki, deməli, nevrotik insanı yavaş-yavaş zəiflədiyinə görə bu tərəfdən də narsist zəifləyir. Onun lap kənarda cürəbəcür münasibətləri olsa belə, axı heç vaxt bir insandan, tək bir insandan bütün o resursları ala bilmir axı. Ona görə parçalanmağa məcburdur da. Biraz ondan, biraz bundan, biraz bundan və o cürdə həyatı xaosa çevrilir. O cürdə həyatı belə qartma qarışıq olur. Hələ bir gecəsi yox, gündüzü yox. Yəni, ego çox zəifdir. Özü özünə qətiyyən yetmir bir insan. Məsələn, düşünün ki, nevrotik insanın psixoemosional yaşı yeniyetmə yaşıdır da, 11, 12, 13 yaşdır, düzdürmü? Narsistin yaşı 3 yaşla 9 yaş arası, 5-6. Yəni ki, elə bilin, psixoemosional olaraq 6-7-8 yaşında adam, birdəki 12-13 yaşında və bunlar ailə qurublar. Bu ailə necə möhkəm ola bilər? Çünki nə bu yetərincə ailənin məsuliyyətini daşıya bilir. Nə onda o qədər resurs var, uşaqlarına həqiqi əsl yetkin insan kimi böyütsün, boya başa çatdırsın. Düzgün şəkildə uşağını sakitləşdirə bilsin, düzgün ona hələ bir mesajlar ötürsün dəstəkləyici. Nə onda var, nə bunda var.
Narsistdə ümumiyyətlə hövsələ yoxdur. Narsist qadındır, kişidir, fərqi yoxdur. Onlar uşaqlara necə böyüdürlər? Yeməyini, içməyini, palı, paltarı, xəstələndi davası, dərmanı. Yəni maksimum bunları eləyirlər. İndi bunları eləməyənlər də əlbəttə var, tam eləməyənlər də var da, onu da çox belə qısıtlı şəkildə eləyənlər də var. Yəni narsistin gücü buna çatır. Nevrotik insanda zamanla zəifləyə, yəni ki, zəiflə deyəndə ki, psixoloji durum yavaş-yavaş çökür də insan. Yəni ki, hələ bir 12-13 yaşında psixoemosional vəziyyətdə idisə, gedir daha da aşağı yaşa. Daha da biraz, məsəl üçün, gedir 6-7 yaşa psixoemosional olaraq. Yəni reaksiyaları artıq çox gərgindir. Yəni ki, böyük insandır, başa düşürsünüz necə? Amma qorxuları falan uşaq qədərdir. Qorxusu uşaq qədər olan insan yəni iş yerində təsəvvür eləyin onu. Ailə içində, ailədə problemlər yarandı. İş yerində problemlər yarananda vəssalam bu. Ona görə də onlar özlərini dəhşət itirirlər. Ona görə də onun bunun üstünə qaçırlar ki, mənə yardım et. Yenə də deyirəm, yardım istəmək, kömək istəmək normaldır. Hə, amma nevrotik insan çox elementar vəziyyətlərdə, elementar problemlərdə insanlardan gedib kömək istəyəcək. Hansında ki, yetkinlik olsaydı yetərincə, psixoemosional yetkin olsaydı, heç kəsin o köməyi insanlardan istəməyəcəkdi. Çünki primitiv problemlərdə istəyirlər köməyi. Yəni, oradan artıq başa düşmək olur ki, insan, yəni ki, cüzi xırda problemlərlə baş etməyə hələ bil ki, onda baş edə bilmir. Onda o qədər resurs yoxdur. Ümumiyyətlə, deməli, hələ Freudun nəzəriyyələrində bu var da. Və nevrotik insanlar əsasən empat olduqlarına görə, onlarda hələ bil ki, həyat libidosu, eros libidosu deyirlər də. Libido nədir? Enerji. Həyat enerjisi, sevgi, eros nədir? İntim əlaqədə. Yəni ki, nəsli davam etdirməkdə, düzdürmü? Yəni bir sözlə həyatla bağlıdır da bu. Onlarda daha çoxdur. Narsistlərdəsə ölüm enerjisi daha çoxdur. Thanatos da deyəsən elədir adı, ölüm libidosu. Yəni hər bir insanda Freud deyirdi ki, həqiqi bu belədir də. Hər iki enerji var. Hər iki libido var. Həm o, həm bu, həm ölüm, həm həyat. Yəni ki, gərgin anlarda, çox gərgin olanda insan neyinir? Gərginliyi saçır da ətrafına. Düzdürmü? Enerji artıq yəni ki, məhv edən enerjidir. Düzdürmü? Narsist hər zaman gərgindir. Ona görə məhv edici enerji yayır. Yəni insanları həqiqi mənada zamanla məhv edir. Ona görə narsistlə münasibətlərdə insanlar müxtəlif şəkərdə yarana bilir, onkoloji xəstəliklər, nə bilim, müxtəlif, düzdürmü? Və yaxud hələ pozuntuların içində ola bilir ki, bu olsun, hələ nevrotik pozuntudan danışırıq da, bugün nevrotik insanlardan yaransın panik ataklar, agorafobiya, sosiyofobiya, təşviş pozuntusu, somatoform pozuntu, hipoxondriya. Yəni, baxın belə. Ona görə emosional yetkinlik, emosional intellekt, yəni bu zamanada artıq son illərdə bu sözləri çox biriləriniz eşitmişsiniz. Yəni belə videoları, bu tip videoları izləyən insanlar, psixologiya ilə maraqlanan insanlar, bunları siz çox eşitmişsiniz, düzdürmü? Və insan özü hiss edir nə dərəcədə əslində o yetkindir, yetkin deyil. Nə dərəcədə həyatda rast gəldiyi, üzləşdiyi problemlərlə, çətinliklərlə, nə dərəcədə onları çözə bilmək onda potensialı var. Görəndə ki, mən həqiqi xırda bir problemləri çözməyə qorxuram, çətinlik çəkirəm, itirirəm başımı. Demək ki, burada nədir? Demək, burada siz psixoemosional olaraq özünüzü inkişaf etdirməlisiniz. Yəni şükür ki, indi yenə deyirəm, zamanı elədir ki, sosial şəbəkələr olsun, süni intellekt olsun, müxtəlif videolar olsun. Yəni hal-hazırda material çoxdur, imkanlar çoxdur, insan özü onu necə eləyə bilsin. Yəni həqiqi mənada bir mütəxəssislə onu eləyə
bilməyiniz əla, gözəl. Onu nə üçünsə, hansısa səbəblərdən dolayı eləmirsinizsə, başqa yollardan istifadə edin. Amma bunu nədən eləməlisiniz? Çünki insanın həyatının keyfiyyəti nə dərəcədə yetkin olduğundan asılıdır. Sən böyümüsən, 25-30, hər neçə yaşın varsa, amma psixoemosional sən uşaq qalmısansa, vəssalam, sənin həyatının keyfiyyəti sənin istədiyin qədər olmayacaq. Neynirsən elə? Neynirsən elə? Və ona görə də bir söz necə? O deyirləri, məni olduğum kimi qəbul etsin, məni olduğu kimi istəsin. Məsələn də, tutalım, birində asılı şəxsiyyət pozuntusudur, o birisində istirik pozuntudur. Birində qaçınan şəxsiyyət pozuntusudur, o birisində, məsələn, nə deyim sizə, hələ nevrotik pozuntu. Birində narsist, birində borderline. Bax, bunlar, bu cür insanlar deyəndə ki də, məsələn, məni olduğu kimi qəbul etsin. Axı, sən özün heç insanları olduğu kimi qəbul edə bilməzsən, səndə o potensial yoxdur. Yəni, başa düşdünüz mən nə demək istəyirəm? Elə bir şeylər var ki, onları insan çözmək məcburiyyətindədir. Kimə görə? Ancaq özünə görə. Ən birinci özünə görə, başqa heç kəsə görə yox. Məsəl üçün, mən danışmışam da, mən özümlə bağlı getmişdim ki, psixoterapiyamı keçim, psixoloq işləməyə başlamamışdan öncə. Çünki hər psixoloq öncə öz psixoterapiyasını keçməlidir, sonra başlamalıdır çalışmağa. Mənə yəni çox tanınmış bir insandır. Çox böyük təcrübəsi var. Psixiatriya sahəsindədir. Sadəcə onun danışıq üslubu, onun biliyi, yanaşması, onun bələd olduğu terapiyalar falan. Yəni YouTube-da onun kanalı rus dilində idi də. Bir sözlə ona müraciət etmişdim. Məsələn, o mənə demişdi ki, mən görmürəm sizdə ehtiyac psixoterapiyaya. Mən ehtiyac görmürəm, amma yenə də ona baxmayaraq mən bir müddət sonra yenə də demişəm də burada artıq süni intellektlə mən bunu eləmiş oldum. Və həqiqi insan nə qədər dəyişikliyi görür. Dəyişiklik deyəndə ki, hələ bu çox belə yumuşaq, bəsit sözdür, inkişaf. Bildiniz necə? Yetkinliyi insan nədir? Düzdür, sən %100 dəyişmirsən. O cür olmur. Amma səndə nələr ki dəyişir, sən hələ psixoemosional olaraq o yetkinlik gəlir ha. O müdriklik sənə gəlir ha. O sənə həyatda nə baş verirsə baş versin, görürsən ki, sən hər bir situasiyaya adaptasiya ola bilərsən. Sən özün adaptasiya olmaqdan savayı bir çox insanlara kömək edə bilərsən ki, həyatlarında çətinlikləri də adaptasiya olsunlar, psixoemosional olaraq onları da belə qaldıra bilərsən daha yüksək səviyyələrə. Yəni, bir söz necə tutalım da, mən adam dura bilərdim də, hələ dayana bilərdim ki, mənə dedi ki, sənə ehtiyac yoxdur da terapiyaya, düzdürmü? Amma yenə də mən hiss edirəm axı, mən görürəm axı, məndə o borderline-ın həqiqətən də müəyyən kriteriyaları, məndə hər zaman onlar var idilər və çətin dönəmlərdə onlar belə çox abartılı olurdular və onlarla baş etmək həqiqi çətin idi, çox çətin idi. Yəni, intihar düşüncələri hədsiz çox olur. Yəni, mən danışmışam da öz terapiyamla bağlı videoda. Yəni, bu belə bir şeydir. İnsan özü görür, onda nə çatışmır, nə azdır, nə çoxdur, nələri biraz korreksiya etmək lazımdır, nə olmasa gözəl olar. Bunlar məndə məsəl üçün deyirəm ki, olmasın deyil ki, mənə bunlarla baş etməyə çətindir. Və salam, sən terapiyayla onu yox edirsən də, endirirsən də 5% falan. O 5% sənə mane olmur həyatda. Heç bir şeydə sənə heç mane olmur. Yəni, baxın belə, yəni, pozuntu elə bir şeydir. İstər sən narsist ol, sən kim olursan ol, həqiqi çətindir bir pozuntu ilə yaşamaq. Çünki sən öz həyatını yaşamırsan, sənin həyatını pozuntu idarə edir. Sənin həyatını səndə yaranan, tutalım ki də, gəl belə deyək də, elə bilin ki, mən yıxılmışam uşaqlıqda,
ayağım zədələnib və bir ömür boyu tutalım ki, necə deyim sizə, axsayıram mı deyim, ya və yaxud neysə də, yəni ki, mənim çətinliyim var gəzməyimdə, düzdürmü? Mənim üçün problem yaradıb bu. Yıxılmışam, qəza olub, hər nə olub, tutalım ki, hə? Və yaxud heç hərəkət eləyə bilmirəm ayaqla, hə? Amma bunun, yəni bu mənim artıq həyatımı neyniyir? Bir şəkildə dəyişdirir də, bir şəkildə başqa cür yönləndirir. Yəni ki, bu tutalım qəza olmasaydı, bu mənim yıxılmağım olmasaydı, mənim həyatımın keyfiyyəti başqa cür idi. Bəlkə başqa işdə çalışırdım, bəlkə nə bilim, yəni ki, bir çox şeylər dəyişmiş olur, düzdürmü? Düzdür, adaptasiya olursa. Yəni ki, heç bunu yenə də pozuntu ilə heç, necə deyim sizə, müqayisə etmək olmaz əslində. Pozuntu tam başqa bir şeydir. Yəni, sən bunu aradan qaldıra bilərsənsə, qaldırmağın əlbəttə ki, necə deyim sizə, lazımdır, yox, çox böyük bir ehtiyacdır. Çünki həqiqətən insanların həyatında görəndə ki, hər şey belə dalqabaqdır, belə yenə deyirəm, kaşadır, belə xaosdur. Düzdürmü? Sənin həyatın məsələn nədən xaosdur? Nədən sən həyatında məsələn professional həyatın və yaxud şəxsi həyatın və yaxud öz ailənlə, yəni ki, böyüdüyün ailə ilə həyat, gərginliklərin falan nə ilə bağlıdır? Düzdür, tək sən də ailədirsə bu, yəqin ki, o biri tərəfdə də var da müəyyən pozuntular. Hə? Yəni, ümumiyyətlə, həyatı insanın heç ürəyici deyilsə, heç uzun illərdir belədirsə, demək nədir? Demək, sən özün idarə eləmirsən öz həyatını. Sənin həyatını sənin pozuntun idarə edir. Pozuntunda olan kriteriyalar idarə edir. Və onları da dəyişiklik etmək sənin əlindədir. Düzdür, bu çətindir. Düzdür, bu asan deyil. Düzdür, buna çox səy lazımdır. Zaman lazımdır, enerji lazımdır. Sən bir çox şeylər oxumalısan, bilməlisən, özün eləyirsənsə də bunu da, düzdürmü? İstər mütəxəssislə eləsən belə, yenə də sənin çox enerjin də, zamanın da, səylərin lazımdır. Amma yenə də deyirəm də, dəyər də yox, o qədər dəyər ki, bunu eləməyə. Yəni, mən özümdə o dəyişikliyi istədiyim yox, istədiyimdən həqiqətən artıq şəkildə oldu dəyişiklik. İndi mən sadalamaq deyəndə ki, o borderline şəxsiyyət pozuntusu, məsələn, bilirlər də, indi kim bilirsə, orada nədir? Emosional boşluq, emosional acılıq. O qədər böyük və o qədər geniş olur ki, yəni, elə bil səni, bir sözü necə? Elə bil, daim bir uçurumun kənarı ilə gedirsən də. Yəni, yol nam-nazidir, nam-naziz, burada da uçurumdur. Təxminən də mən seni bunu təsəvvür belə etdim. Heç o da o qədər deyil, heç o da zəif qalar o hissin yanında. Yəni, zaman o qədər böyük bir, belə, necə deyim sizə, boşluğa düşürsən ki, o boşluq o qədər vahiməlidir, o qədər elə bil səni indi darmadağın eləyəcək, məhv edəcək. O boşluğu, onu hiss eləməmək üçün, o emosional aclığı, boşluğu hiss eləməmək üçün insan, yəni, həqiqətən də razı olur ki, intihar etsin, amma tək onu hiss etməsin. O hissləri yaşamasın, o hisslərdən azad olsun. Yəni, həqiqətən də yəni, tutalım da borderline nevrotik pozuntudan daha aşağıdadır da. Yəni, artıq psixotizmla nevrotizmin arasındasan da, borderline budur. Sən gah psixotizmdasan, amma o qısa olur da, çox vaxtda nevrotizmdasan. Yəni, belə. Bu qədər, yəni sözüm odur ki, gəlin, indi mən bir də qayıdım nəyə ki, baxın, narsist olan insanlarla nevrotik insan münasibətdə necə olmalıdır? Necə olmalıdır ki, sizdə bu
tutalım ki də hansısa pozuntular yaranıb, panik atak, OKP, bu fərqi yoxdur, nə. Kəskinləşməməsi üçün əlbəttə ki, bir mütəxəssisə müraciət etsəz, super. Bir sözlə siz artıq o qoyulan, baxırsınız ki, sizə qadağalar qoyulmuşdur ya, qısıtlamalar, qadağalar, nə bilim, hər nə varsa sizə qarşı tətbiq edir narsist. Bir sözlə ondan o ixtiyarı yavaş-yavaş almaq, onu ciddiyə almamaq, onun sizin üstünüzdəki təzyiqi bacardığınız qədər azalmaq. Yəni siz ayrılmaq istəmirsinizsə. Əlbəttə ki, bir narsistdən tamamilə uzaqlaşmaq ən gözəlidir. Çünki onda sən özünü qorumuş olursan, özünü müdafiə etmiş olursan. Büsbütün, yəni psixoloji tərəfdən özünü burada sağlamlığa doğru gedirsən, fiziki mənada sağlamlığa doğru gedirsən. Yəni bunu eləmə imkanın yoxdursa, sən uzaqlaşa bilmirsənsə, ayrıla bilmirsənsə, bu Sam Vaknin hələ deməli irəli sürdüyü konsepsiya mı deyək, fikir mi deyək, no contact, yəni ki, tamamilə kontaktsız da, yəni bir çox insanlar onu deyir, ateşə tutdular onda, özü deyir ki, yəni ki, buna görə ki, biz olmaz bu qədər qəti şəkildə eye contact, tamamilə birdən-birə insanı atmaq, uzaqlaşmaq. O da dedi ki, yox, bəs narsist tamamilə insanı məhv edir. Yəni o insan özünü qoruya bilmirsə, onda o potensial yoxdursa, zəif bir insandırsa, yəni illərlə narsistin əlində ancaq zəif insanlar qala bilir. Güclü insan onunla çox ciddi, çox belə dərin münasibətlərdə qala bilməz. Qalırsa artıq ciddi deyil münasibət, o insan istədiyi kimi həyatını sürür. Sadəcə narsistə də elə insan lazım deyil, axı narsist istəyir ona tabe olan insan olsun. Ona tabe olmayan insanı hələ bilir, saxlayar həyatında narsist, amma elə ki, əgər nə isə bir o insan həqiqi üstünlüyü var. Elə bir şey var ki, narsist, o üstünlük narsistin özündə yoxdur. Və o hələ bil ki, həmin insanda olan üstünlüyü elə bil, axı o insan özünki kimi hesab edir, yəni mənimdir də bu. Onda olan hələ məndə deməkdir, hələ məndə də o hələ bil o xüsusiyyət var. Yəni mən istədiyim vaxt onun o üstünlüyündən, o bacarığından, o hər nədirsə, maddidirsə, mənəvidirsə, intellektdirsə, hər nədirsə, mən istədiyim vaxt ondan istifadə edə bilərəm. Yəni belə, narsistlə yəni ki, tamamən ayılanda ki, görəndə ki, sizi narsistdir məhv edən, sizi narsistdir bu qədər onun üzündəndir də, siz onun təzyiqinə görə, onun acı sözlərinə görə, onun qısıtlamaları, qadağaları, neglect-dir, gaslighting-dir, nə bilim, emosional yeniləncəklərdir. Yəni bütün bunlar terminlardır da, düzdür? Mən narsist həyatında bunların hamısını istifadə edir. Soyuq duş effekti, nə bilim, nə bir çox şeylər var orada. Yəni bunların hamısının fərqini varanda və bunların qarşısını alanda yavaş, hər münasibətdən çıxmırsınızsa da məcbursuz qalmağa. Məcbursuzsa qalmağa, onda məcbursuz bunları eləməyə. Məcbur eləməlisiniz bunları hamısını ki, yəni özünüzü qoruyasınız, özünüzü qaldırasınız, özünüzü o bataqlıqdan çıxarasınız. Baxın belə. Sağ olun, görüşərik.